ABŞ-ın Qarabağ fondu Vaşinqtonda Nizami Gəncəvi 12-ci əsr Azərbaycan şairinin irsi mövzusunda sərgi təşkil edib. Nizaminin əsərlərinin təxminən 50 orijinal əl yazması və miniatürlərinin nümayiş etdirildiyi sərgi Misirdə İskəndəriyyə Şəhər Kitabxanası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə keçirilir. Nadir əl yazmalar dünyanın ən tanınmış kitabxanaları və muzeyləri tərəfindən təqdim edilib. Tədbirdə iştirak edən İskəndəriyyə Şəhər Kitabxanasının müdiri Nizami Gəncəvi 12-ci əsr Azərbaycan şairinin irsi layihəsinin kuratoru Dr. İsmail Seragildin toplaşanlara Nizaminin yaradıcılığı, onun dövrü və Nizami irsinin yaxın şərq ədəbiyyatına təsiri ilə bağlı məlumat verdi. Dr. Seragildin Nizami Gəncəvini bəşəri şair, dahi mütəfəkkir, böyük humanist adlandıraraq onun irsinin İslam ədəbiyyatına təsirlərini qeyd edərək dahi şairin dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olduğunu dedi. Amerikanın səsinə müsahibədə Dr. Seragildin Nizaminin irsinin öyrənilməsinin əhəmiyyətini vurğuladı. Nizami şərqdə poeziyanın inkişafı və epik ədəbiyyat tarixində bir dönüş yaratdı. Onun hər iki sahəyə verdiyi töhfələr orta əsrlərdən başlayaraq şərqdən müasir dövrə qədər söz ustalarına öz təsirini göstərmişdir. 20-ci əsrin ən böyük şairlərindən biri olan Əhməd Şövqi Leyli və Məcnun poemasını bu yaradıcılıqdan ilham alaraq yazmışdır. 7 əsrdən artıq bir dövrü əhatə edən ədəbi mühitdə Nizami qələminin qüdrəti və onun təsiri hər zaman mövcud olub. Nizaminin dediklərini məncə Amerikada başa düşməlidirlər. Çünki bu sözlər Lincolnun dediyinə uyğundur. O insanları dünyaya daha müsbət tərəfdən baxmağa çağırırdı. Özü də o bunları yüksək poetik bir dildə deyirdi. Nizaminin İngilis dilində əsərlərinin yaxın zamanlarda Amerika oxucularına təqdim ediləcəyinə ümid edirəm. Qarabağ Fondunun Direktorlar Şurasının üzvü Adil Bağırov Nizami Gəncəvinin ədəbi irsinin qərb ictimaiyyəti tərəfindən başa düşülməsi və öyrənilməsi üçün səylərin artırılmasına ehtiyac olduğunu qeyd etdi. O, Qarabağ Fondunun bu məqsədlə səyyar sərgini Vaşinqtonda və Amerikanın bir sıra şəhərlərində nümayiş etdirməyə planlaşdırdığını bildirdi. Qarabağ Fondunun direktoru Diana Cohen Amerikada Nizami irsinin öyrənilməsi missiyası çərçivəsində fondun fəaliyyətlərinə toxundu. Qarabağ Fondu Amerikalılara Azərbaycan mədəniyyətinin tanıdılması missiyası çərçivəsində Nizaminin əsərlərini Amerika auditoriyasına təqdim etmək məqsədi ilə bir sıra işlər görüb. Fondun dəstəyi ilə İpək Yolu ansamblının ifasında Nizaminin 7 gözəl video prezentasiyası keçirilib. Biz imkanlar axtarırıq və indi bu sərgi Nizamini Amerikalılara tanıtmaq işində çox gözəl bir imkandır. Onun əsərləri ilə Amerikalıları tanış etməyə çalışırıq. Bir Amerikalı kimi mən özüm də Nizami yaradıcılığını öyrənməyə çalışıram. Amma təəssüf ki, onun əsərlərinin İngilis dilində tərcümələri çox azdır. Amerikalıların Nizami yaradıcılığı ilə tanışlığı yəqin ki, müəyyən vaxt aparacaq. Biz Qarabağ Fondu olaraq bu missiyanın yerinə yetirilməsi işində məsuliyyət daşıyırıq. 2013-cü ildə fondun veb səhifəsində Azərbaycan şairlərinə həsr edilmiş onlayn sərgi təşkil edəcəyik. Bununla yanaşı, nizamişünaslıq sahəsində mütəxəssislərlə əlaqə saxlayıb, Amerikalıların onun yaradıcılığı və irsi haqda məlumatlandırılması işini təşkil etməyə çalışacaq. Nizami Gəncəvi 12-ci əsr Azərbaycan şairi mövzusunda əl yazmalar sərgisi Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhərlərində nümayiş etdiriləcək. Vaşinqtondan Dilşad Əliyarlı, Amerikanın səsi.